Sabah bu ərazilərdə qaz olmayacaq. Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Ajans AS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Socar Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Ələt-Astara dəmiryol xəttinin Ələt-Osmanlı hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri Bayramlı qəsəbəsinin Min, Sabir Vəhdi, Cavid küçələrini təbii qazla təmin edən 108 ümumlik orta dəzikli Yelistol qaz xəttinin yeri dəyişdiriləcək. Bu səbəbdən mayın 20-sində saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi 10:00, Əli Sabir və Cavid küçələrində 522 abonent qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Bundan başqa Hacıqabul rayonu Navahi qəsəbəsini təbii qazla təmin edən 250 mm-lik orta dəzikli yeraltı qaz xəttində kipleyin sınağı ilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsat qəsəbəsində 1231 abonent qaz təchizatı daxildən dayandırılacaq.